Salam, mən Seyidzadə Fidan, Bakı Mühəndislik Universitetinin Mexanika Mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsiyəm. Bugün sizə istilik elmləri və istilik keçiriciliyi laboratoriyasındakı qurğularla tanış edəcəm. İlk olaraq sizə qazların dəyişmə qurğusu barədə məlumat vermək istəyirəm. Bu laboratoriya avadanlığı qazların hal dəyişmələrini, xüsusilə izotermik və izoxorik prosesləri təcrübi şəkildə öyrənmək üçün nəzərdə tutulmuşdur. Mexanizm qazın təzyiqi, temperaturu və həcmi arasındakı asılılıqları nümayiş etdirərək termodinamikanın əsas qanunlarını sınaqdan keçirməyə imkan verir. Qurğu üzərindəki rəqəmsal displeylər vasitəsilə real vaxt rejimində ölçmələr aparmaq və qaz qanunlarının fiziki parametrlərini toplu halda müşahidə etmək mümkündür. Biz bu qurğudan öyrəndiyimiz biliklər sayəsində sənayedə kompressor və pnevmatik sistemlər, qaz balonları və çənlərin istehsalı, daxili yanma mühərrikləri və turbinlərdə geniş istifadə edirik. Növbəti təqdim edəcəyim qurğu temperatur ölçmə əsasları qurğusudur. Bu laboratoriya stendi temperaturun ölçülməsi metodlarını və müxtəlif növ sensorların iş prinsiplərini öyrənmək üçün nəzərdə tutulmuşdur. Qurğu həm elektron, həm də mexaniki ölçmə vasitələrini müqayisəli şəkildə sınaqdan keçirməyə imkan verir. Tələbələr istilik mənbəyi və müxtəlif mühitlərdən istifadə edərək sensorların həssaslığını, ölçmə xətalarını və müxtəlif cihazların göstəriciləri arasındakı fərqləri toplu şəkildə təhlil edə bilər. Sözü gedən qurğudan qida və əczaçılıq sənayesi, neft, kimya və qaz sənayesi, metallurgiya və ağır sənayedə cihazların kalibrlənməsi, avtomatlaşdırma və SCADA sistemlərində geniş istifadə edilir. Növbəti təqdim edəcəyim qurğu kompressorlu sistemlər qurğusudur. Bu laboratoriya stendi kompressorlu soyutma dövriyyəsinin və istilik nasosunun iş prinsiplərini fundamental səviyyədə öyrənmək üçün nəzərdə tutulmuşdur. Mexanizm, kompressor, kondensator, genişlənmə klapanı və buxarlandırıcı kimi komponentlərdən ibarət olub, soyuducu agentin qapalı dövrədəki fiziki hal dəyişikliklərini nümayiş etdirir. Sistem üzərindəki manometrlər və sensorlar vasitəsilə təzyiq və temperatur göstəricilərini toplu halda izləyərək soyutma səmərəliyini və termodinamik prosesləri təhlil etmək mümkündür. Bunu da qeyd etmək istəyirdim ki, bu qurğudan biz sənayedə mərkəzi iqlimləşdirmə, məhsulların şoklanması və anbarlanmasında geniş istifadə edirik.